بسم الله الرحمن الرحيم. إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا وصبح بحمد ربك واستغفره إنه كان توابا. صدق الله العلي العظيم. Allah bendeleri evvel özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Allah zamanə imamının zuhurunu tezləşdirsin, bizi o zuhura hazırlanlardan qərar versin. Zuhuru yubadan günahlarımızı əff eləsin və günah etməməyə hamımıza fərasət versin inşallah. Dünya və ahirətimizi abad, Allah Teala aqibətimizi xeyirli eləsin inşallah. Birinci mövzu ibadi mövzu olaraq öz qəlbimə xoş gələn bir mövzu ilə inşallah xidmətinizə gəldim. Bu həftə ərzində bir sual oldu. Özümə də çox şirin gəldi bu sualın cavabı. Elhamdülillah Rabbil Alemin, Allah bu namazı və namazın şirinliğini əlimizdən almasın. Amma namaz qılanda əksəriyyətimizin qəlbinə bəzi fikirlər gəlir. Hətta namazdan qabaq fikirləşib tapa bilmədiyimiz, itirdiyimiz şeyləri namaz üstə yadımıza salırıq. Görəsən niyə bu fikirlər gəlməsin? Niyə bu fikirlər gəlir və niyə bu fikirlər olmasın? Quran-ı Kərimdə Möminun surəsi barəsində Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, Allah mənə 10 ayə göndərib. Kim o ayələrə əməl eləsə 10 ayə dəxələ bihinnəl cənnə, həmin 10 ayə əməl eləyən cənnətə daxil olar. Hansı surə, hansı ayə baxarsınız, xahiş edirəm. Möminun surəsinin ilk 10 ayəsi. Qəd əfləhəl möminun əlləzinəhum fi salatihim xaşiun. Artıq möminlər nicat tapdılar. Baxın, bəzi ayələrdə deyir ləalləkum tuflihun. Bəzi ayələrdə deyir bəlkə nicat tapsınız. Amma burada qəti şəkildə mütəal Allah buyurur, qəd əfləhəl möminun. Möminlər bu əməllərlə nicat tapdı. Yəni 100% nicat tapır. O 10 dənə ayədə 7 dənə sifət sayır. Onun birincisi namazında xuşu edənlər nicat tapdı. Xuşu nədir? Xuşu var, bir də xulu var. Xulu bədənin namazda dəqiq dayanmağına xuzu deyirlər. Yəni durasan, İmam Sadiq əleyhissalam sahabələrinin birinə deyir namaz qıl, deyir namazı qılır, sonra ağa buyurur yox, belə qıl, durur ayağa göstərir. Səcdəgahına bax, düzdür, əlləri qoyub, məsələn budların üstünə, bu cür ayaqları kişi xeylağı 4 barmaq aralı, bu cür namazın hərəkətlərini göstərir. Yəni xuzu namaz halında adam saqqalın qaşıya, əsniyə, o tərəfə baxa, bu tərəfə baxa. Bir nəfər deyir, bir yerdə namaz qılırdıq, bir nəfər deyir, 3 nəfər deyə oturmuşduq yemək sifariş eləməyə. Qardaş durdu, orada yer vardı namaz qılmağa. Namaz qılanda biz deyir, ikimizə bir yemək sifariş verdik. Gördük səcdədən qalxan deyir, Allahu Ekber, Allahu Ekber. Yəni 3 elə onu. Bu cür olmasın. Bu namazda xuzunu pozur. Amma xuzu odur, bədənin namazda diqqətli dayanmasına deyirlər xuzu. Bu bədənin, ruhun namazda olmağına deyirlər xuşu. Amma bəzən bədən dəqiq dayanır namazda, ruh getdi bazara. Allah bilir nə daşıyır. O ruhu burada namazda saxlamağa deyirlər xuşu. Allah bilir, onlar nicat tapıblar. Namazda xuşu edənlər nicat tapıblar. Yaxşı.
Necə yəni namazda xuşu edənlər? Ümumiyyətlə bu xuşu nədir? Qardaşlarım, namaz ibarətdir rüku, sücud, qiyam, səcdələrdən, rükudan, səcdələr, qiyamdan. Bunlar namazın cismidir. Namazın ruhu xuşudur. Yəni, baxırsan kişi rüku eləyir, səcdə eləyir, qiyam eləyir. Bu zat necə insanın cismi var və ruhu var. Bu ruh bədəndən sonra, çıxandan sonra cism olur, ölü. İnsanın ruhu bədəndən ayrılanda bədən olur, ölü. Namazın da xuşusu namazdan ayrılanda qalır quru cismi, namaz olur, ölü namaz. Və yaxud da, bayaq o xuzudan dedim, yadıma bir hədis düşdü burada, qeyd eləməmişəm, amma məşhur hədisdir, hamımız bilir. Qarğa namazı deyilən bir namaz adı ilə bu hədis məşhurdur. Həzrəti Rasulullah sallallahu aleyhi ve sellem məscidə daxil oldu, gördü bir nəfər elə sürətli namaz qılır, səcdələrin və rükuların çox tez-tez eləyir. Subhanallahın birin gedəndə deyir, birin səcdədə deyir, birin qaydanda deyir. Peyğəmbərimiz buyurdu, bunun namaz qılması qarğanın dimdiyin yerə döyməyinə bənzəyir. Bu belə getsə dünyadan mənim dinimdən getməyib. Namaz insan xoşbəxtliyinin açarıdır. İnsanın müqəddəratın təyin eləyən işdir namaz. Baxın, Quran-ı Kərimdə Bəqərə surəsi 45-ci ayədə Mütəal Allah buyurur, İnnəhə ləkəbirətun illə aləl xaşi'in. Namaz ağır məsələdir, illə aləl xaşi'in. Xuşu əhlinə ağır gəlməz namaz. Ay dədə, azan oldu, bunu necə qılaq? Elə bil bir maşın daş daşımaq, 2 rəkət namaz qılmaqdan asan olur. Necə qılağa yenə gəldi namaz. Qılsaydıq canımız qutarar. Allah buyurur, xuşu əhlinə namaz ağır gəlməz. Qeyri xuşu, ruhu namazda olmayan, ruhun namaz qılmayan adama namaz ağır gələr. Xuşu əhli olmayana namaz ağır gələr. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, mən namaz qılanda rahatlanıram. Bax, buna deyilir xuşu. Tuhaful Qulda, bizim mötəbər kitabımızda Allah Rəsulundan xuşu əhlinin sifətlərini sayır. Soruşun ki, yaxşı xuşunu nədən bilərik? Mən xuşu əhliyəm ya yox? Xuşu yenə dedim, ruhun Allah dərgahına bağlanmağına xuşu deyilər. Nədən bilərəm mən xuşu əhliyəm ya yox? Əmma əlamətul xaşi'in fəərbəə. Qalə Rasulullah sallallahu aleyhi ve sellem. Muraqabətullah fissirri vəl-alaniyə. Xuşu əhlinin birinci sifəti budur ki, əlamətləri var, 4 dənədir. Birincisi budur, daim müğayət ola, müraqib ola, bilə ki, Allah məni görür, gizlində və aşkarda. Məsələn, bir sürücü olaraq misal verim. Çıxırıq bu yola, avtobana. Nə qədər diqqətli oluruq ki, cərimə olunmayaq, qabaqdakı maşına vurmayaq, arxadan bizi vurmasınlar, ondan sonra qırmızı işığa düşməyək, sürət həddinə. Daim nəzarət edirsən özüyə ki, o cəza tədbirlərindən qaçasan. İnsan gizlində və aşkarda Allahı başı üstə görər. Təkliyə də düşəndə, günah görəndə, Allahı başı üstə görər, günahdan qaçar. Budur xuşu əhli. Ruhu Allahla əlaqəli olan adamlar gizlində və aşkarda xuşu əhlidir. İkinci xuşu əhlinin sifəti Allah Rəsulü buyurur. Qoy burada bir misal deyim. Məsələn, görürsən bu kamera qurulub da indi məni çəkir. Nə qədər gözləyirəm ki, diqqətlə danışım ki, sabah bu yayımlanacaq, səhv olmasın. Və yaxud da sözü kontekstdən də çıxardılar. İndi ondan işim yox. Qardaşım, namaz qılanda elə namaz qıl ki, elə bil qoyublar səni, televiziya kameraları sənin namazı çəkir, bir saatdan sonra yayımlayacaqlar, Azərbaycan xalqı sənin namazına baxacaq. Gör, indi qıldığın namaz, televiziya verilməli namaz deyə yox. Sən Allah özün qıyıb icazə verərsən yayımlanmağa, ya deyərsən, yox, eləmə, namazı müraqabətullah, yəni budur. İstənilən vaxt, istənilən yerdə namazı yayımlamağa icazə verərsənsə, olur xuşu namaz. İkinci, ət-təfəkkuru li yevmil qiyamə.
Xuşu əlamətul xaşiin ət-təfakkuru liyevmil qiyamə. Xuşu əhlinin əlamətindən biridir. İnsan daim qiyamət haqqında düşünə, ölüm haqqında düşünə. Ən gözəl zikir ölümü düşünməkdir. Çünki qocalıq, xəstəlik və ölüm olmasaydı, insanı heç nə ilə idarə eləmək olmazdı. İnsan sərhəd tanımayan məxluqdur. Bu üç dənə şey insanı dizə gətirir. Yoxsa insan çox həddini aşan məxluqdur. Bax, qiyamət, ölümü zikr eləmək insanı günahlardan saxlayır. Daim qiyamət haqqında düşünəsən. İmam Səccad aleyhissalam buyurur, Salli salatil muvaddi. Namazı qılın vida namazı kimi. Elə bilin, sənin sonuncu namazındır. Bu sonuncu namazı elə təqdim elə Allaha. Bəlkə namazı qutaran kimi ruhun Mələkül Mövt tərəfindən alındı. Elə namazı qıl, sənin sonuncu namazı. Sənə Mələkül Mövt, ölüm mələyi çıxıb qarşıya desə, bu sənin sonuncu namazında, onu necə qılarsan? Hər namazı sonuncu namaz kimi düşün. Üçüncü xuşu əhlinin sifəti əl-münacatu lillah. Allahla münacat eləyər. Xuşu əhli fürsət tapan kimi Allaha yalvarar. Əmirül Müminin aleyhissalam durardı gecə namazına. Adam bir də görsən gecə oyanır. Onu fürsət bil. Demə mən niyə oyandım. Allahın rəhmi gəlib sənə sübh namazından qabaq sən oyadın. Fürsət bil. Dur iki rəkət nafilə namazı qıl, gecə namazı qıl, qəza namazı qıl. Əmirül Müminin aleyhissalam oyanardı gecə namazını qılmağa. Başlayardı, durardı, düşərdi həyətə. Ali İmran surəsinin 192-ci ayəsini oxuyardı. Əuzu billahi mineşşeytanirracim. Əlin qaldırardı. Rəbbəni ilə başlayan dualar orada. Rəbbənə innəkə mən tudxilin nar fəqəd əxzəytəhu və malil zaliminə min ənsar. Rəbbənə innənə səmi'nə münadiyyən yunadi lil iman ən aminu bi rabbikum fəamennə. Rəbbənə fəğfir lənə zunubənə və kəffir annə seyyiatinə və təvaffənə ma'al əbrar. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد. صدق الله العلي العظيم. Ey Rəbbimiz, şübhəsiz sən cəhənnəm oduna daxil etdiyin kəsi mütləq xar və rüsva edibsən. Zalimlərin əsla köməyi olmayacaq. Ey Rəbbimiz, həqiqətən biz Rəbbinə iman gətirin deyə imana dəvət edən çağırışçıların dəvətini eşitdik və iman gətirdik. Buna görə də ey Rəbbimiz günahlarımızı bağışla, pisliklərimizi təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür. Ey Rəbbimiz, peyğəmbərlərin dili ilə bizə vədə verdiklərinizi bizə əta elə və bizi qiyamət günü xar etmə. Bu ayələri oxuyardı, Ali İmran 192-ni oxuyardı, gecə namazını qılardı. İmam Sadiq aleyhissalam buyurur, dua etmək istəyəndə həmişə dualarınızın qabağında 5 dəfə Rəbbənə deyərək yalvarın, o dua geri qayıtmaz. Rəbbənə, ya Rəbbənə, Allaha xoş gedir bu müraciət. Çünki Allah Quran-ı Kərimdə 60 yerdə dua bizə öyrədir, əksəriyyəti Rəbbənə iləndir. Allahı belə çağır, Rəbbənə, ya Rəbbənə. 5 dəfə hər duanın qabağında imam buyurur desəz bunu, Allaha xoş gedir və duazı geri qaytarmaz. Dördüncü dedim, 4 dənə sifət var. Xuşu əhlinin sifəti 4 dənədir. Dördüncüsü rükubul cəmil. Xuşu əhli yaxşı işlər görər. Namazda Allah buyurdu, xuşu əhli nicat tapıb, o namaz qılan ki, yaxşı iş görmədi demək, o xuşu əhli deyil. Onun ruhu Allahla bağlanmayıb. Namaz adamı gətirib meysəmi təmmar eləməlidir. Namaz adamı gətirib Kümeyl eləməlidir, Qəmbər eləməlidir, Hücr ibn Ədi eləməlidir, Cabir ibn Abdullah el-Ənsari eləməlidir, Həbib ibn Məzahir eləməlidir. Namaz institutdur, adamı böyütməlidir, bu səviyyəyə çatdırmalıdır. Namaz qılan, bəziləri bu da namaz qılan. Əgər namaz sənin, Allah buyurur, namaz pislikdən və çirkinlikdən çəkindirən Allahın böyük zikridir.
Əgər namaz səni məni çirkinlikdən çəkindirmirsə, o namazda xuşu yoxdur, adamı bir yerə aparıb çıxartmaz. Deməli, o dəlalət eləyir namaz qılanın pis əməl eləməsinə ki, eləməsi dəlalət eləyir ki, bunun namazında xuşu yoxdur. Bu bir. Allah Teala Ənbiya surəsində, Peyğəmbərlər surəsində Zəkərya Peyğəmbərin ailəsinin xuşu əhli kimi təqdim edir. Yusari'un fil xeyrat və yəd'unana rəğəbən və rəhəbə və kanu lana xaşi'in. Buyurur, onlar xeyir əməllərdə, baxın namaz qılan, xeyir əməllərdə yarışırdılar, sürət götürmüşdülər. Gecə gündüz bizə dua eləyirdilər və xuşu əhliydilər. Bizə qarşı xuşu əhliydilər. Ruhu bizlə. Daim Allahı başının üstə görürdü. Bir ailəni Allah bir cümlədə xuşu əhli kimi təqdim edir. Məryəm xanım Zəkərya Peyğəmbərin baldızı qızı idi. Ona kəfil olmuşdu, sahib çıxmışdı. Məryəm də gələndən Zəkərya Peyğəmbərin evinə məbəddə ibadət edirdi. Zəkərya Peyğəmbər ona aparıb yemək verirdi. Görürdü mihrabda yanında qışda təzə meyvələr, təzə yeməklər var. Soruşurdu, Məryəm bunlar hardandır? Deyirdi, hada min ində Rabbina. Bu bizim Allahımızın yanından bizə gəlib. Bunu baxırdı bu ibadət edən qıza, deyərdi Allah, kaş mənim də belə bir övladım olardı. Allah övladlarımızı kənardan baxıb övlad arzulanan övladlardan qərar versin. Bəzi övladlar var, övladlığa nifrət elətdirir. Adam baxır deyir, kaş heç bir övladım olmaydı. Adam var, atadan eşitmişəm. Deyir, kaş bala sonsuz olaydım sənin kimi övladım olmazdı. Təzə 30.000'i ödəyib qutarmışdın, yenə məni borca saldın. Adamın ömrün qaraldır. Allah övladlarımızı gözümüzə çıraq qərar versin inşallah. Baxır Məryəmin ibadətinə, Həzrəti Məryəmin ibadətinə, deyir Allah, mənə də belə övlad verir. Hünalikə də'a Zəkəriyyə Rəbbəh. Qalə Rabbi həbli min lədunkə zurriyyətən təyyibə innəkə səmi'ud dua. Ali İmran surəsi 38-ci ayə. Ya ilahi və Rəbbim, deyir Zəkəriyyə belə dua elədi Rəbbinə. Ey mənim Rəbbim, mənə öz yanından pak bir övlad versən, duaları qəbul etsin. Allah Yəhya Peyğəmbəri verdi Həzrəti Zəkəriyyəyə və Allah bu ailəni bütövlükdə xuşu əhli kimi təqdim edir. Xuşu əhlinin bir sifəti də yumuşaq adamlardır, mum kimidirlər, söz eşidəndirlər, zərərsizdirlər, namaz adamı gətirib xuşu əhli edir. Xuşu üzü daş deyil, bizim də padoş deyil, söz deyəndə ayağı dirəmirlər. Namaz, ömrün namazda keçirdən var, deyirsən ged onu deyir, o üzü bərş adam, o söz eşidən adam. Adam bir söz eşidən, raqiqətün vücuhum, Peyğəmbərimiz Meyraz gecəsində Allah Teala Peyğəmbərə bir ya Əhməd əbğizid dünya və əhləha və əhibbil ahirətə və əhləha, ahirəti və ahirət əhlərini sev, dünyanı və dünya əhlərini sevmə. Peyğəmbərimiz soruşur, ahirət əhəlləri kimdir? İlk sifəti bu rəqiqətün vücuh, üzü yumuşaq adamlardır. Qardaş, gəlin filan iş görək, biraz ayaq söykək, sonra yumuşalar. Adam bərk olmaz, ahirət əhlini işləyir, xuşu əhli olmaz. İmam Sadiq əleyhissalam bir nəfər namazının keyfiyyətindən tez şikayət elədi. Ağa buyurdu, dedi ağa, mən namazıma diqqət eləyə bilmirəm. Sübh namazımı gecikdirirəm, namazı tələdim. Neyniyim bu namaza məndə diqqət artsın? Bu vacib namazım keyfiyyətli olsun. Ağa buyurdu, vacibata nafilələrlə kömək elə. Müstəhəb namazları qıl ki, qoy nafilələrə kömək eləsin. Adam buranı qorumaq vacibdir, biraz o yandan qoruyur ki, bura zərər gəlməsin. Adam vacibatını qorumaq üçün, sübh namazını qorumaq üçün gecə namazından durar 2 rəkətdə olsa qılar ki, mən bu gecə namazına duracam, o qaldırsın adamı sübh namazı qəzaya getməsin. Amandır, sübh namazından müğayət olun. Çünki bütün namazlardan, Allah buyurur, bütün namazlardan müğayət olun. Allah günorta namazını bir ayrı tapşırır ki, çünki günorta cəmaat işdə gücdə olur, namaza diqqət edən bir. Amma sübh namazına 2 mələklər şahidlik edir. Bir gecə növbəçi mələkləri, bir səhər növbəçiləri. O vaxt növbə dəyişir. Gecə gedənlər də yazır bu durub sübh namazına, sübh vaxtı gələnlər də yazır. Mən bunu namazda gördüm. O vaxtına sübh namazının hamımız diqqət edir inşallah. Həmmad deyir, İmam Sadiq Əsəlam yanında
Ağa burada Həmmad dur 2 rəkat namaz qıl baxım. Durdu namazı bir cür qıldı. Ağa burada ma aqbahar rəcul ente. Sən nə pis adamsan, namazı niyə bu günə salırsan? Niyə namazı diqqətsiz qılırsan? Ağa dedi, ağa durdu 2 rəkat onun üçün namaz qıldı, göstərdi. Bir nəfər gəldi Peyğəmbərin huzuruna, dedi, ya Peyğəmbər, mən cəmaat namazına çata bilmirəm, gecikirəm, mən bunun nə ilə əvəz edə bilərəm? Həzrət buyurdu, Əbu Qubeys dağın göstərdi. Dedi, bu dağ boyda qızılın ola paylayasan, Allah yolunda 2 rəkat namazın savabına çatmaz. Sübh namazı bu qədər önəmlidir. Və yaxud da bəzi hədislərdə sübh namazın 1000 dənə həclə müqayisə edirlər. 1000 həcc 2 rəkat sübh namazının savabına çatmaz. İmam Hüseyin əleyhissalamın yolu ilə gedənləri, İmam Hüseyin əleyhissalam Kərbəlada namaz vaxtında, oxların altında namazı vaxtında qılmağı bizə öyrədib. Hədislərə əsasən Allah göstərməsin 7 nəfərin namazı qəbul olmaz. Bunu da deyim, sözüm qurtardı namaz barəsində. 7 nəfərin namazı qəbul olmaz. Allah bizi bunlardan eləməsin. Deyim ya qalsın gələn dəfiyə bu. Kim razı deməyimə Muhammed Ali Muhammedə bir salavat zikr eləsin. Allahümme salli ala Muhammed Ali Muhammed. Etinasız adamların namazı qəbul olmaz. Çünki namaz bunda əsər qoymayıb. Həm namaza əhəmiyyət verməyən, həm də hədis bir İmam Sadiq ağa buyurur, öz yaşadığı bir dövrdə cəmiyyətin yoxsullarına etina eləməyən adamın namazı qəbul olmaz. Nəyimə lazım, özü bilər, Allah onu belə yazır. Yoxsullara ürəyi yanmayan adam, etina eləməyən adamın namazı qəbul olmaz. 2. Haram yiyənlərin namazı qəbul olmaz. Peyğəmbərimiz buyurur, haram yiyən insanların namazı çınqıl üzərində tökülmüş bir binaya bənzər. 3. Evində, ailəsində məsuliyyətsiz olan insanların namazı qəbul olmaz. Bunları hədis əsasında yazmışam. Məsələn, Allah Rəsulü buyurur, hansı xanım ərinə əziyyət verə, onun namazı və əməlləri qəbul olmaz. İndi soruşlar ya Peyğəmbər, ancaq xanım, Həzrət buyurdu, kişilər də belədir. Ailəsinə məsuliyyətsiz deyilən insanların namazı qəbul olunmaz. 4. Zəkat verməyən insanların namazı qəbul olunmaz. Çünki hardan namaz əmr olunub, əqimussalat və atuz zəkat, namazın yanında zəkat əmr olunub. Baxın, biz fitr bayramının namazını qılırıq. Fitr bayramının namazında İmam Sadiq Əsəminin hədis oxuyuruq. Qəd əfləhə mən zəkka. Kim zəkat verdi, nicat tapdı. Deyir, orucu tamamlayan fitrədir. Fitrə zəkatını verməsən orucun tamamlanmır. Bəli, zəkat verməyənlər. Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə cemaat namazı qılırdı. Qaldırdı 9 nəfəri cemaatın içindən filan kəs, sən çıx namazda iştirak eləmə. Çünki sən zəkat verməyibsən. Zəkat verməyibsənsə namazda iştirak eləmə. 8. Təqvasız insanlar. İnnəmə yətəqəbbəlullahu minəl muttəqin. Allah yalnız təqvalılardan namazı qəbul edir. Neçə dəfə demişəm, bir cümlə ilə təqvanın mənası böyüdür. Günaha zəmin yaranan zaman günah etməyən insanlar təqvalı insanlardır. Günaha zəmin yarananda günah edən insandan demək namaz təsir qoymayıb ki, qəbul olmayıb ki, təsiri yoxdur. 6. Haqin və haqib hədislərə əsasən deyirəm bunu. Üzr istəyirəm ifadəmə görə, yeri gəldi deyirəm. Bir adam namazdan əvvəl insanın bayra getməyi ola, istəyər ağır, istəyər yüngül, özün sıxa dura namaza getməyə, əvvəldə təharətə gedib, dəstəmaz alıb gəlib durmuyor. Özün sıxıb dura namaza, o adamın namazı qəbul deyil. Bir də sevilməyən piş namaz. Məsələn, bir yerdə piş namaz təyin olunub, amma məcbur qoyublar ora, cemaat ikrah hissi ilə qəbul edir. Həmin o piş namazın da namazı qəbul olmaz. Allah bizi bunlardan qərar verməsin inşallah. Allah namaz və ibadətlərimizi qəbul olunmuşlardan qərar versin. Allah bizi əməllərin qəbula çatdıranlardan qərar versin. Neçə dəfə demişəm, yeri gəldi sözümün sonunda dedim. Əmirül-Möminin əssalam buyurur. Kunu ehtimamən bi qəbul ə'malikum min ə'malikum.
əməllərinizin qəbulluğuna əməllərinizin özündən çox diqqət eləyin. Mən əməli elədim, amma neyim ki bu qəbula çatsın? Allah əməlləri qəbul olanlardan bizi qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar. İnne şaniyeke huvel abtar. Sadakallahul aliyyul azim.